Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Bax, Xırdalandayıq, Heydər Parkının yanında. Bir dənə həyət evimiz çıxıb satışa. Yolla da məsafəsi, nə bilim, belə deyək də, 20 metr, 30 metr. Gedək evini sizə göstərim, təqdim eləyim. 2 otaqlı evdir, kürsülüdür, həyət evidir, təbii ki. Bax, evimizə yaxınlaşdıq və solunda bir dənə obyektimiz də var. Hardasa 20 kvadratlı obyekt. Elə birinci obyektdən başlayaq, çəkilişimizə göstərək. Evin kupçası var, hörmətli izləyicilər. Bax, belə bir xudmani obyektdir, sanitar qovşağı da var içində. Arendadaydı, indi hal-hazırda boşdur bu obyekt. Ya evin də qiymətin bu başdan deyim 105 min manata, yəni bu evin sahibi ola bilərsiniz. Xırdalanda mərkəzdədir. Gördüyünüz kimi 4 daş kürsülüdür, xudmani həyəti var. Otaqlar da hamısı koridordan ayrılır. Təmiri də ortadır, yəni təmirə ehtiyacı var. İndi düzdür, qonaq otağı ilə spalnidə aboylar falan dəyişilibdir, amma köhnə təmirdə, belə deyək. Gəlin, baxın, mətbəx hissəsini göstərdik. Bura yataq otağıdır, solda bizdə. Qiyməti də, yəni ki, bugünkü bazar qiymətinə uyğun qoyulub, hörmətli izləyicilər. Otaqları hamısı işıqlıdır, yəni ki, pəncərələrində rişotkası da var. Sanitar qovşağı hamamla ayaq yolusu bir yerdədir. Keçək qonaq otağında göstərək sizin üçün, bax, koridor sistemidir. Girən kimi sağda da qonaq otağıdır, qonaq otağı genişdir. Hardasa evin özü 55-60 kvadrata yaxındır. Bir 55 kvadrat olar rahat. Yəni sənədinə baxmadım, amma kupça var. Kupça var. Hörmətli izləyicilər. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Kim alsa